Salam uşaqlar, bu gün biz işləyəcəyik sizinlə üslü funksiyanı və üslü funksiya ilə bağlı, yəni misallara keçməmişdən qabaq qaydaları sadədir deyə üstündən keçmək lazımdır. Deməli, üslü funksiya nə şəkildə olur? Y bərabərdir A-nın üstündə x. Burada təyin oblastı və qiymətlər çoxluğu anlayışı var da, bilirsiniz. Qiymət baxımından necə tapırlar? Funksiyanı, yəni xassələri baxımından analiz eləyək. Deməli, bunun təyin oblastı, x-in ola biləcəyi qiymətlər nədirlər uşaqlar? Mənfi sonsuzluğadan müsbət sonsuzluğa idi. Misal üzərindən deyim, istəyirsiniz daha aydın başa düşəsiniz deyə. 2 üstü x funksiyası verilibdir. 2-ni nəyə yüksəltmək olmaz uşaqlar? 2-ni yüksəltmək baxımından heç bir qadağa yoxdur. Bax, məsəl üçün yazıram, 2-nin üstündə -5. Nəyə bərabərdir uşaqlar? 32-də 1. Yazıram 2-nin üstündə 1, daha doğrusu -1. Nəyə bərabərdir? 2-də 1-ə. Yazırıq 2-nin üstündə 0. Nəyə bərabərdir? 1-ə. 2-nin üstündə 1. Nəyə bərabərdir? 2-yə. 2-nin üstündə sonsuzluq yazıram. Nəyə bərabərdirlər bunlar? Sonsuzluğa. Onda 2-nin üstündə bəs mənfi sonsuzluq nəyə bərabər olur uşaqlar? Ala bilmir, yaxınlaşır sıfıra. İndi gedək nəyə? Üslü funksiya. Deməli, təyin oblastını dedik ki, üstə fikir verin. Mənfi, 0, müsbət, yəni ədədləri 3 qrupa ayırsaq bu baxımdan. X hər şeyi ala bildi. Bəs Y nə qiymətlər aldı? Y kəsr oldu, tam oldu. Ancaq amma necə qiymətlər aldı? Müsbət qiymətlər aldı. Yəni Y-in ala biləcəyi qiymətlər sıfıra baxın, sıfırı götürmədi. Sıfırdan müsbət sonsuzluğa idi. Bir də burada əsasda duran ədəd var. Əsas nə ilə işarə olunublar? A ilə. A-nın yerində duran ədəd uşaqlar həmişə müsbət olmalıdır. Əlavə olaraq da A-nın qiyməti yerinə 1 yazıla bilməz. Çünki 1 yazılsa, bu funksiyanın xassəsi var idi. X-in bir qiymətində Y yalnız bir qiymət almalıdır xassəsinə görə. Yəni 1-i orada qiymət olaraq verə bilmərik. A 1-dən böyük olur. Onda belə baxırıq uşaqlar, A-nı interval baxımından qeyd eləyəsi olsaq. A üçün götürürəm 0 və də 1. Yəni bu tərəflərə A-da baxılmır, düzdürmü? Daha doğrusu buranı deməli qeyd eləyək ki, neçə? 1 demişdik də. Bura 0-dır, burada 1-ə bərabərdir. A buralarda heç bir qiymətləri almır, buralara baxılmırdı. Onda 0-dan 1-in arasında bir interval var, bir də 1-dən böyük bir interval var. Əgər A yerləşsə uşaqlar 0 ilə 1-in arasında, onda bu funksiyaya deyilir azalan funksiya. Əgər A yerləşsə 1-dən daha böyük ədədlər, bu funksiyalara isə deyilirdi artan funksiyalar. Azalan və artan funksiyalarda funksiya mövzusunda keçmişdik. Azalan funksiyalarda x-ların qiymətləri artdıqca y-in qiyməti azalırdı. Məsəl üçün x-in ən böyük qiymətində Y özünün ala biləcəyi ən kiçik qiyməti alırdı. Daha doğrusu bu formada verək. Y ən kiçiyini alırdı. Belə də deyə bilərdik. Azalan funksiya münasibəti pozur. X-lar böyüdükcə Y-lər kiçilirlər. Amma artan funksiyalarda isə münasibət saxlanır. Azalana aid birini deyim, məsəl üçün. Deyir ki, uşaqlar 0,2-nin üstündə 7 mi böyükdür? 0,2-nin üstündə 8 mi böyükdür? Azalan olduğuna görə, normalda siz bilirsiniz də, 7 8-dən kiçikdir. Amma azalan funksiya olduğuna görə işarəni dəyişdik. İndi artanlara aid deyək. Artan dedikdə uşaqlar adətən onu tam ədəd kimi başa düşürlər. Tam olması vacib deyil. Əsas odur ki, 1-dən böyük olsun. Məsəl üçün yazıram 1,1. 1,1-in üstündə 3 mü böyükdür? 1,1-in üstündə 4 mü böyükdür? 3 4-dən normalda kiçikdir bilirik, düzdürmü? Bəs əsasım necə ədəddir? 1-dən böyükdür. Hansı aralığa düşür? Artan. Artan nə edirdi? Münasibəti saxlayırdı. Kiçiyə kiçik deyirdi, böyüyə böyük deyirdi. Onda 3-ün aid olduğu funksiyada 4-ün aid olduğu funksiyadan kiçik olacaq. Bu formadadılar. İndi keçək testlərə. Birinci sualda y bərabərdir 7 üstü x funksiyası verilibdir və qrafikin tapılmasını istəyir. Biz bilirik ki, üslü funksiyalar y bərabərdir a üstündə x şəklində verilir. Və əgər burada a 1-dən böyükdürsə, funksiya artan olurdu. Yox, əgər a 0 ilə 1-in arasındadırsa, yəni buna kəsr ədədlər də deyə bilərik. 0 ilə 1-in arasında yerləşən kəsr ədəddirsə, onda bu funksiya azalan olur. Artan funksiya şəklində olduqda üslü funksiyanın qrafiki bu formada olur. Azalan şəkildə olduqda isə, yəni əsası 0 ilə 1 arasında olduqda isə qrafiki bu şəkildəki kimi olurdu. İndi bu birinci sualda y bərabərdir 7 üstü x verilibdir. Əsasımız 7-yə bərabərdir. 7 də 1-dən böyük bir ədəddir. Ona görə də artan funksiyadır və qrafiki burada da göstərdiyimiz şəklində D variantında olacaq. İkinci sualda isə 7-də 1 üstündə x verilibdir. Yəni bunun a-sı, əsası 7-də 1-ə bərabərdir. 7-də 1 amma 0 ilə 1-in arasında yerləşən ədəddir. Yəni kəsr ədəddir. Onda bu formada olanlarda isə azalan şəklində olmalıdır qrafiki. Burada da A variantı olacaq.
Üçüncü sualda isə bizdən soruşur ki, 2 üstü x minus 8-in absis oxuyula kəsişməsi, yəni x oxuyula kəsişməsini istəyir. X oxuyula kəsdikdə funksiya mövzusundan da bilirik ki, y-in yerinə 0 yazmaq lazımdır. Onda 0 bərabərdir 2 üstü x minus 8. Bu minus 8-i o tərəfə atsaq, 2 üstü x bərabər olur 8-ə. 2-ni nəyə yüksəltsək 8 alınır? X bərabər olur 3-ə. Bəs x bərabərdir 3-dür. Y-in koordinatı necə olmalıdır? Y-də elə misalın əvvəlində qeyd etmişdik ki, absis oxuyula kəsişdiyinə görə 0-a bərabər idi. Deməli, nöqtənin koordinatı 3, 0 olacaq. Eyni məntiqlə 4-cü sualda isə deyir ki, 3 üstündə x plus 27-nin bu dəfə bizdən soruşur ki, ordinat oxuyula kəsişməsi, yəni y oxuyula kəsişməsi. Y oxuyula kəsişdikdə isə funksiyada x-in yerinə 0 yazmaq lazımdır. Deməli, y bərabərdir -3 üstündə 0 plus 27. 3-ün üstündə 0 normalda 1 eləməlidir. Önündə də mənfi işarəsi var idi. Plus 27. Deməli, y bərabər olacaq 26-ya. Y 26-dır, yəni nöqtə şəklində yazası olsaq. X isə misalın əvvəlində də qeyd etdiyimiz kimi 0-a bərabərdir. Deməli, C variantı. 5-ci sualda da yenə eyni məntiqlə bu dəfə yenə də absis oxuyula kəsişmə istəyir. Yəni x oxuyula kəsişmə soruşurdu bizdən. X oxuyula kəsişəndə yenə dedik yuxarıda da y-in əvəzinə 0 yazmaq lazımdır. 0 bərabərdir 2-də 1 üstündə x çıxılsın 4. -4-ü göndərək sol tərəfə. 4 bərabərdir 2-də 1-in üstündə x-a. Deməli, 2-də 1-i nəyə yüksəltsək 4 alınardı. 2-də 1-in kvadratı 4-də 1 eləyir. Amma tərsə çevrilməyini istəyiriksə, onda onu -2-yə yüksəltmək lazımdır. Deməli, bu nöqtənin absisi -2, ordinatı da 0-a bərabər olacaq. 6-cı sualda bizdə üslü funksiya verilibdir. Y bərabərdir 3-ün üstündə x kvadratı plus 2 və bunun ən kiçik qiymətinin tapılmasını istəyir. Əvvəlcə üslü funksiyadan qabaq keçək burada duran kvadratik ifadə. Bunun ən kiçik qiymətini tapaq. X kvadratının ən kiçik qiyməti 0-a bərabərdir. 0 plus 2 də bərabərdir 2-yə. Onda 3-ün üstündə qiymətlər oblastını belə qeyd edə bilərik. Yəni, yuxarıda verilən ifadənin ən kiçik qiyməti 2-dirsə, qiymət baxımından 2 müsbət sonsuzluq alacaqdır. Və 3-ü kvadrata yüksəldirik qiymət tapmaqdan ötürü. Deməli, funksiyanın qiymətlər oblastı 9, 3-ü müsbət sonsuzluğa yüksəltdikdə isə 9 müsbət sonsuzluq olacaqdır. Burada bizdə isə qiymətlər oblastını yox, sadəcə olaraq elə ən kiçik qiymətin tapılmasını istəyir. Ona görə elə qısa yol şəklində 3-ü birbaşa kvadrata da yüksəldib 9-u ala bilərik. 7-ci sualda bizdən istəyir ki, azalan funksiya. Hansılar ki, azalan funksiyalarda əsas 0 ilə 1-in arasında yerləşirdi. Deməli, biz bu variantlar içərisində elə bir ədəd tapmalıyıq ki, əsası 0 ilə 1-in arasında yerləşir. Əvvəlcə A variantına baxaq. A variantında deyir ki, kökün altında 2. Bu 2-nin kökdən neçəyə çıxdığını tapmaqdan ötürü 2 vergül qoyub 200 şəklində baxa bilərik. Və 200-dən təqribi olaraq çıxa bilən ədəd tapmaq istəyiriksə, 200-dən geridə durur deməli kvadratik ədəd 196. O da nəyin kvadratı idi? 14-ün. Onda bunun qiyməti 1,4-ə bərabərdir və bu funksiya 1-i aşdığına görə artan olacaqdır. Keçək B variantına. 1 çıxılsın 1 bölünsün daha doğrusu 2 minus kök altda 2. Bu da nəyə bərabərdir? 1 bölünsün yenə 2. Kök altda 2-nin qiymətini bayaq yuxarıda da tapmışdıq. Neçəyə bərabər idi? 1,4-ə. 1 burada 2-dən 1,4 çıxdığı da eləyir 0,6. 1-i də 10-da 6-ya böldükdə tərsə çevirmək lazımdır. 6-da 10 eləyir. Bu da 1-i aşdığına görə, yəni 6-da 6-nı aşdığına görə, 1-i aşdığına görə artan funksiya olacaqdır. C variantına baxaq. 2 üstə gəlinsin kök altda 2-yə bərabər idi. Yenə kök altda 2-nin yuxarıda qiymətini vermişdik ki, 1,4 idi. Topladıq, təqribi olaraq bizə verdi 3,4. C variantı da artan funksiya olur. D variantına baxaq. 1 bölünsün 2 plus kök altda 2. 1 bölünsün 2 plus kök altda 2-nin qiyməti də yenə neçə çıxmışdı bayaq? 1,4. 1 bölünsün 3,4. 3,4 yerinə 10-da 34 də yaza bilərik. Bunun da qiyməti neçəyə bərabər olacaq? 34-də 10-a və 34-də 10 1-dən kiçik ədəddir. Yəni 0 ilə 1-in arasında yerləşir. Deməli, axtarılan bu azalan funksiya ilə D variantındayıq.
8-ci sualdan qabaq gərək əvvəlcə 9-cu suala baxaq. Belə bir, qrafiklər verilibdir. Biz bilirik ki, bu y bərabərdir, a üstü x funksiyasının, daha doğrusu, yəni üslü funksiyaların qrafikləridir. Üslü funksiyaların qrafikidir. Deməli, 8-ci olan sualda bütün variantlarda artan funksiyalardır və artan funksiyalarla bağlı belə bir şey bilirik ki, artan funksiyalarda y oxuna yaxın olan belə deyək də, qiymətlər daha böyükdür. Məsəl üçün, bu artan funksiyadır da, düzdürmü? 9-cu sualda. Artandır və y axına daha yaxın olan və yaxud da ki, daha dik duran funksiya hansıdır? Əvvəlcə s daha yaxındır, daha dik formada yerləşib. Daha sonra b və ən kiçiyi də a-ya bərabər olacaq. Deməli, ən böyüyü burada s-dir, sonra b gəlir və a-dır. Burada isə kiçik işarəsi ilə veriliblər. Ona görə tərsə fırladıq. Deməli, ən kiçiyi a idi, sonra b idi, sonra isə s funksiyası idilər. Deməli, y variantı idi. İndi daha sonra 8-ci suala baxaq. 8-ci suallarda isə bu funksiyaların qrafikindən də görürük ki, üzü aşağıdır. Yəni, bunlar azalan funksiyalardır. Azalan funksiyalarda isə y oxuna yaxın olan əslində kiçikdir. Burada y oxuna ən yaxın olan kimdir? S. Daha sonra kim gəlir? B. Ən belə deyim də uzaq duranı kimdirlər? A-dır. Deməli, artan funksiyalarda y-ə yaxın olduqca, yəni dik durduqca daha böyük qiymət alır. Azalan funksiyalarda isə y-ə yaxın olan əksinə daha kiçik qiymət alır. 10-cu sualda bizdə üslü funksiyalar verilibdir və bunlardan artan olanın tapılmasını istəyir. Yenə deyirik ki, artanla bağlı qayda necədir? Əsası 1-dən böyük olsun. Deməli, A variantı əsası 5-də 1-dir. 5-də 1 1-dən kiçik ədəddir, götürmək olmaz. B variantı 7-də 1-ə bərabərdir. Bu da kiçikdir. Bu birisi kök altda 7 kök altda 7-də 1. Kök altda 7-nin təqribi olaraq qiymətini deyək. Deməli, bu 2,6-ya bərabərdir. Yəni 1 bölünsün 2,6. Bu da 26-da 10-a bərabərdir. Yəni, bu da 1-dən kiçik ədəddir. Azalan funksiyadır. Bunu da götürmək olmaz. D variantında kökün altında 3 minus 1-in tapılmasını istəyir. Deməli, kök altda 3-ün əvvəlcə qiymətini tapaq. 3,100 şəklində yazası olsaq, 300-dən geridə dayanan kvadratik ədədimiz 289-dur. Buradan da çıxır neçə? 1,7. İndi 1,7-dən D variantında 1-in çıxılmasını istəyirdi. Çıxdıqda nə qalır? 0,7. 0,7-də 1-dən kiçik ədəddir. Yəni bu da deyil. Əslində məntiqən olaraq Y variantı qalır. Sadəcə olaraq göstərək. Deməli, Y variantında əsası nəyə bərabərdir? Kök altda 2 plus 1-ə. Kök altda 2-nin qiymətini tapaq. Deməli, 2,100 şəklində yazsaq, 200-dən çıxa bilən ədəd 1,4-dür. 1,4-ün də üstünə 1 gəldikdə verir bizə 2,4 və 2,4 1-i aşan ədəddir, yəni artan funksiyadır. Ona görə də cavabımız Y variantı olacaq. 12-ci sualda 11-ci sualla eynidir. Deməli, sadəcə olaraq buradan fərqli olaraq, yəni 12-dən fərqli olaraq 11-də üslü funksiyanın məxrəcdə yerləşiblər, amma təyin oblast baxımından heç bir fərqi yoxdur. Yəni eyni üsulla həll olunur. Deməli, üslü funksiya verilibdir və üslü funksiyanın dəyişənini, yəni x-i kökün altında veriblər və bizdən təyin oblastını soruşur. Təyin oblastı x-in ala biləcəyi qiymətlər idilər. Kökün altında funksiyanın təyin oblastı necə tapılırdı? İçəridəki ifadə mütləq sıfırdan ciddi şəkildə böyük bərabər götürülürdü. Burada yenə bir üslü funksiya var və onun da dəyişənini kökün altında veriblər. Orada sadəcə olaraq x-in önündə mənfi işarəsi var. Deməli, mənfi x, yəni kökün altında duran ifadə sıfırdan böyük bərabər olmalıdır. Hər tərəfi mənfi 1-ə vursaq, işarə tərsə fırlanacaqdır. Deməli, x sıfırdan kiçik olacaqdır. İndi bunu bizə x-in elə kökü lazımdır ki, həm buranın təyin oblastını ödəsin, həm də sağ tərəfdəki ifadənin təyin oblastını ödəsin. Deməli, birinci ifadə bizdən istəyir ki, x sıfırdan böyük ədədlər olsun. İkinci ifadə isə bizə deyir ki, x sıfıra bərabər ola bilər, amma sıfırdan solda yerləşən ədədlər olsun. Deməli, hər ikisinin kəsişməsi isə bizə yalnız x-in sıfır qiymətində, yəni düzgün olacaqlar. Yəni, burada sadəcə olaraq cavab elə C variantı götürüləcək. Eyni məntiqlə 11-ci sualda da, yəni eyni formada həll etdikdə, x yalnızca 0 olduqda hər iki verilən ifadənin, yəni ümumilikdə bu üslü funksiyaların təyin oblastı ödənilmiş olur.
13-cü sualda deməli kök 3 üstündə kök 30, 3 üstündə n, 3 üstündə 70 bu formada verilibdir və hər üç ifadənin əsası 3-ə bərabərdir. Yəni onların əsasları eynidir. Onda bu əsaslar bir-birləri ilə belə deyim də silinə bilərlər. Yəni bu əsasları silə bilərik. Sadəcə olaraq silməmişdən qabaq nəyə baxmaq lazımdır? Verilən ifadələr artandırlar yoxsa azalandılar? Artandırlarsa işarələr dəyişilməyəcəkdir. Azalan idisə işarələr tərsə fırlanacaqdır. Hər üç ifadənin də əsası 3-dür. Yəni birdən böyük ədəddir. Birdən böyük ədəddirsə bu funksiya artandır. Onda işarələri dəyişmirik. Deməli kök altda 30, burada sadəcə olaraq 3-ləri silirik. Kök altda 30 kiçikdir n-dən, bu da kiçikdir kök altda 70-dən. Bizə lazımdır 30 və 70 arasında kökdən çıxa bilən ədədlər. Hansılar ki kvadratik ədədlərdir. Deməli 30-dan sonra gələn ədəd 36-dır. N burdan neçə ala bilər? Deməli 6. Daha sonra 49-a görə 7, bir də 64-ün 8-ini ala bilər. Amma 9 götürə bilmərik. Niyə? Çünki 9 kökün altına 81-ə bərabər idi. O da 70-ə aşmış ədəd olacaqdı. Deməli N-in ala biləcəyi qiymətlərin sayı soruşulur bizdən. Onda bunların sayıları elə A-ya 3-ə bərabərdir. Yəni A variantı olacaq. 14-cü sualda da eyni məntiqdir. 7-ləri silirik. Kök 15 ilə 55-in arasında yerləşən ədədləri tapmaq lazımdır. Deməli kök 15 ilə 55-in arasında kökdən çıxa bilən ədədlər lazımdır. 15-dən sonra gəlir deməli neçə? 16-nın 4-ü, 25-in 5-i, 36-nın 6-sı, bir də 49-un 7-si. 1, 2, 3, 4. Yəni burada 14-cü misalda n-in sayı 4-ə bərabərdir. A variantı. 15-ci və 16-cı suallar eyni suallardılar. Deməli 16-nı yazaq. 7-nin üstündə sinus x funksiyası verilib və bunun qiymətlər çoxluğu verilir. Üstülü funksiyadır və dəyişəni trigonometrik şəkildə verilibdir. Onda bizə lazımdır 7-ni olduğu kimi saxlayaq, sinusun qiymətlərini tapaq. Sinus tək dərəcədən verildiyinə görə qiymətlər çoxluğu -1 ilə -1 arasındadır. Deməli cavab 7 üstündə -1-ə, yəni neçəyə? 7-də 1-ə və 7 üstü 1-ə. Yəni neçəyə? 7-yə. 7-də 1 ilə 7 arasında yerləşməlidir. Bu da verir bizə C variantı. 15-ci sualda da yenə eyni məntiqdir. 2-də 1-dir, üzərində kosinus x funksiyası verilibdir. Kosinusun da qiymətlər oblasti yenə eyni məntiqlə -1, -1 arasındadır. 2-də 1-i -1-ə yüksəldəndə 2 alınır. 2-də 1-i -1-ə yüksəltdikdə isə elə 2-də 1 alınır. Deməli 2-də 1 ilə 2 arasında olmalıdır. Variant olaraq da A-nı götürmək lazımdır. Bir də burada D ilə oxşuyurlar. Sadəcə olaraq ikisinin arasındakı fərq mötərizə fərqidir. Sinus və yaxud da ki kosinus -1 və -1-i və -1-i, yəni qapalı şəkildə aldıqlarına görə, yəni həmin nöqtələrdə də qiymətləri aldığına görə 2-də 1-in üstündə -1-i və -1-i verdikdə də həmin mötərizələrin tipləri qapalı olacaqlar. Yəni ona görə də hər iki mötərizəni qapalı götürmək lazımdır. Həm 15-ci sualda D variantı yerinə A variantı götürmək lazımdır. 16-cı sualda isə bu baxımdan mötərizə fərqi qoymayıblar. Cavablar ümumiyyətlə bir-birlərindən fərqlidir. Elə cavab C variantına bərabər olur. 17-ci sualda deməli ədədlər verilib bizə 5-in üstündə 200, B ədədi verilibdir 3-ün üstündə 300 və C ədədi verilibdir 28-in üstündə 100. Yəni üslü funksiya şəklində verilmiş ədədlərdir. Daha doğrusu üslü ifadə şəklində verilmiş ədədlərdir və bunların bir-biri ilə müqayisə edilməsi istənilir. Deməli 5, 3 və 28 heç bir eyni bir ədədin qüvvəti deyillər. Yəni bunlar arasında 5, 3 və 28-in arasında heç bir əlaqə yoxdur. Sadəcə olaraq onda bu zaman, yəni bunların əsaslarını eyniləşdirmək mümkün olmayacaq. Onda gedirik üstlərin eyniləşdirməsini. Görək üstləri arasında bir əlaqə varmı? 200, 300 və 100. Hər ikisinin, daha doğrusu hər üçünün əbobu 100-ə bərabərdir. Onda əbobu çöldə saxlayırıq. Digər vuruğu da içəridə yazırıq. Yəni 200 yerinə 2 vurulsun 100 deyirik. 300 yerinə 3 vurulsun 100 deməyə lazımdır. Deməli 5 üstü 2-nin qiyməti neçədir? 25 üstündə 100-ə. 3-ün kubu neçədir? 27-nin üstündə 100. C variantını isə dəyişmirik elə 28-in üstündə 100-ə bərabərdir. Və bu ifadələrdə üstlər eynidir. Üstə gəldə üstdə dayanan ədədlər özləri də müsbət olduqlarına görə ədədlər arasındakı ardıcıllıq elə bu formada da saxlanılacaq. Deməli 25 kiçik 27, bu da kiçikdir 28. 25 A-nın qiyməti idi. 27 B-nin, 28-də C-nin. Deməli A kiçikdir B, kiçikdir C. Bu da hansı variant idi? Bizdə Y variantı.
19-cu sualda deməli y bərabərdir a üstü x üstül funksiyası verilib və bizdə təkliflərdən yanlış olanların tapılmasını istəyir. Əvvəlcə doğru olanları özümüz üçün yazaq. Deməli y bərabərdir a-nın üstündə x funksiyası verildikdə x-in ala biləcəyi qiymətlər bütün həqiqət ədədlərdir. X yəni mənfi sonsuzluqdan müsbət sonsuzluğa hər şeyi ala bilər. Yəni bunun təyin oblasti bütün həqiqət ədədlərdir. Keçək y-ə. Y isə 0 daxil olmamaqla yalnızca müsbət ədədləri ala bilir. Deməli, qiymətlər çoxluğu da 0 müsbət sonsuzluğa bərabərdir. Bir də artma, azalma söhbətləri var idi. Demişdik ki, A-sı 1-dən böyükdürsə, yəni əsası 1-dən böyükdürsə, bu bütün ədəd oxu boyu artan funksiyadır. A-sı 0-la 1-in arasında yerləşən funksiyadırsa, onda bu da azalan funksiyadır. Deməli, variantlarda doğru olanları çıxartmaq lazımdır sadəcə olaraq. Çünki bizdən səhvləri soruşur. Təyin oblasti bütün müsbət ədədlərdir deyir. Təyin oblastımız nə idi bizdə? Mənfi də ola bilərdi, müsbət də ola bilərdi. Burada əslində söz olaraq bütün həqiqət ədədlər deməli idi. Deməli, səhv olan budur. Səhv variant olaraq birincini götürürük. İkincisində A-sı 0-la 1-in arasında olduqda deyir ki, azalandır. Bu düz təklifdir. Biz sadəcə olaraq səhvləri axtarırdıq. Üçüncüsündə A-sı 1-dən böyükdür deyir deyə artan funksiyadır deyir. Artan funksiyadır, düzdür. 1-dən böyük olduqda artan olurdu. Dördüncüsündə isə qiymətlər çoxluğu bütün həqiqi ədədlər çoxluğudur deyir. Əksinə, qiymətlər çoxluğu bütün müsbət ədədlər idi. Burada sadəcə olaraq yəni birinci ilə dördüncüdə cavabları yer dəyişməyə lazım idi. Yəni təyin oblastı bütün həqiqi ədədlər olmalı idi. Qiymətlər çoxluğu isə bütün müsbət ədədlər olmalı idi. 23-cü sualda deməli bizə verilibdir y bərabərdir mənfi 5-in üstündə x funksiyası. İndi bu mənfiyə fikir verməyək. 5 üstündə x funksiyasının qrafiki normalda B variantında olduğu kimi olmalıydı. Çünki əsası 5-dir və artan funksiyadır. Üzü bu şəkildə olmalı idi. Amma indi bizə deyir ki, bunun qabağına nə işarəsi qoyublar? Mənfi. Mənfi qoyubdularsa, uşaqlar, həmin funksiyanı sırf x oxuna nəzərən simmetrik çevirməyimiz lazım olacaqdılar. Deməli, baxın, burada 5 üstündə x buydu. Bunu fırlatdıqda isə, deməli, D variantındakı qiymət alınacaqlar. Bu hansı funksiyadır, məsəl üçün sizdən soruşsa? Bu azalan funksiyadır və qrafiki birinci, ikinci rüblərdə yerləşib. Yəni, ədədin qabağında, yəni üslü funksiyanın qabaq hissəsində, ön hissəsində mənfi işarəsi yoxdur. Müsbət işarəsi olmalıdır. Çünki birinci, ikinci rüblərdə yerləşib. Y müsbətdir. Amma azalan funksiyadır. Məsəl üçün, burada nə yerləşir? 0-la 1-in arasındakı hər hansı bir ədəd. Məsəl üçün 5-də 1, 3-də 1 və s. Bu formada yerləşə bilərdilər. İndi keçək 24-cü suala. 24-cü sualda deməli verilibdir bizə y bərabərdir. Y bərabərdir 3a çıxılsın 6-nın üstündə x funksiyası. Bir dənə ona aydınlıq gətirək və bizdən soruşur ki, buradakı a-nın hansı qiymətlər ala bilər. Ümumi şəkli y bərabərdir, a üstündə x olurdu, düzdürmü? Və bizim əsasımız necə olmalı idi? Təyin oblasti baxımından necə yazırdıq? A 0-dan böyükdür və 1-dən fərqlidir. Yəni əsası. Əsas burada neçədir? 3a çıxılsın 6. 3a çıxılsın 6 0-dan böyükdür və 3a çıxılsın 6 1-dən də fərqlidir. Bunu nəzərə alaq. Deməli, bu bərabərsizlik və bu qeyri-bərabərsizliyi həll eləyək də. 3a çıxılsın 6 böyükdürsə 0-dan, mənfi 6-nı atdıq o tərəfə. 3a 6-dan böyükdür. 6-nı da 3-ə böldük ki, a böyük eləməlidir 2-dən. Bu biri. Keçək bu birisinə. 3a fərqlidir. Mənfi 6-nı göndərirəm bu tərəfə. 1 üstə gəl 6 verir bizə 7 və 7-yə bölürük. Yəni, bu vurmanı atırıq o tərəfə bölmə kimi. 7 bölünsün 3, o da eləyir neçə? 2,3-də 1. Deməli, bu ədəd 2,3-də 1 də deyə bilərsiniz. Variantlarda düzdür bunu 3-də 7 şəklində saxlayıblar. Deməli, a fərqlidir 3-də 7-dən və 2-dən böyükdür. 2-dən böyükdür 3-də 7-yə qədər və 3-də 7-dən müsbət sonsuzluğa. Bu nədir? Yəni, 2-dən böyük olmalıydı, amma 3-də 7-də funksiya qırılır. Ona görə B variantı olacaq. 25-ci sualda nə verilibdir? Deməli, y bərabərdir 2-nin üstündə mənfi x kvadratı çıxılsın 2x plus 5. Bu funksiya verilibdir və bizə soruşur ki, bunun qiymətlər çoxluğuna daxil olan tam ədədlərin sayının tapılması. Əvvəlcə kökə fikir vermədən gedək neynək? Mənfi x-in kvadratı çıxılsın 2x plus 5 bərabərdir. Bu ifadəni m və n-i ifadə eləyək. Yəni, bunun ən böyük və yaxud da ki, ən kiçik qiymətini yazaq. Yazırıq bura x. Mənfi 2-ni yarıya bölürdük. Neçə eləyəcəkdir burada? 1. Burada mənfi olduğuna görə mənfi 1 yazmırıq. İşarəni əksi formasında qoyduq kvadratı. Və bunun yarısı neçə eləmişdi dediniz?
8, 1. Qabağına mənfi olduğuna görə 5-in üstünə 1 gəlirik. 5-in üstünə də 1 gələndə neçə verəcəklər bizdə? 6. İndi baxaq, bu funksiyanın nəyi var deməli? Ən böyük qiyməti var. Niyə? Çünki kvadratik funksiyanın qabağında mənfi işarəsi qoyulub, yəni qolları aşağıdır və bu funksiyanın ən böyük qiyməti var. Ən böyük qiyməti neçəyə bərabərdir? 6. Yazıram. Y bərabərdir 2-nin üstündə. Ən böyük qiyməti neçəyə bərabərdir? 6-ya. Və sən kiçik qiyməti bilinmir. Mənfi sonsuzluq kimi qeyd edirik. Yaxşımı? 2-ni indi mənfi sonsuzluğa yüksədək. Nəzərə alın, baxın uşaqlar. 2-nin üstündəki qüvvətləri, mənfiləri sonsuzluğa doğru artırır. Məsəl üçün 2 üstü mənfi 3-dürsə 8-də 1, 64-də 1, 128-də 1, 256-da 1 kiçilir hara qədər? Yəni limiti nəyə bərabərdir? 0. 0-a alırmı? Yox. 0-a sadəcə olaraq yaxınlaşır. Keçək sağ tərəfə. 2 üstü 6-nın qiyməti neçəyə bərabərdir? 64-də. İndi bunu kökə salmaq lazım idi. Çünki verilən ifadə kökdə idi. 0-ın kökü ilə yenə neçə verəcək bizə? 0. Yumru mötərizə qoymuşdu, biz də yumru verdik. 64-ün kökü neçə eləyəcəklər? 8. 0 ilə 8 arasında nə qədər ədəd var bizdən soruşursa, elə 8 dənə ədəd var. 26-cı suala baxaq uşaqlar deməli. 26-cı funksiyada nə verilibdi? 26 y bərabərdir 1 böl 7x minus 1, 7x plus 6. Və bunun nəyini istəyir bizdən? Təyin oblastı. Problem nədir? Üslü funksiyalarda təyin oblastı baxımından problem yoxdur. Yəni x-in yerinə hər şeyi yaza bilərik. Prosta bu kəsir formasındadır və kəsirin məxrəci neçə ola bilməzdi? Məxrəc 0 ola bilməzdi. Plus 6 fərqlidir 0, düzdürmü? İndi bunu necə yazaq? 7 üstündə x. 7 üstündə mənfi 1 neçə eləyirdi? Bölü 7 deməkdir, düzdür? Çıxılsın 7x plus 6 fərqlidir 0. İndi 7 üstü x-i kənara alıram. Kənara alanda burada geriyə nə qalır? 7-də 1, yəni yazılmayan ədəd kimi 1 yazaq. 7 üstü x-i götürəndə burada nə verirdilər? 1. Müsbət 6-nı ataq o tərəfə. Verəcək bizə nə? Mənfi 6. Nə alındığına baxaq. 7 üstü x vurulsun. 7-də 1-dən 1 çıxanda, yəni 7-də 7 çıxanda. Verirmi mənə? 7-də mənfi 6. Fərqlidir mənfi 6 ilə. Mənfi 6 ilə mənfi 6 gedir. Nə qalındığına baxaq. Deməli, 7 üstü x bölü 7. Bunlar ixtisar gedəndə nə qalmışdı? Geriyə 1. Deməli, 7 üstü x nədən fərqlidir? 7-dən fərqlidir. Deməli, x nədən fərqlidir? 1-dən fərqlidir. 1-dən fərqli ədədlərdə necə yazılır? Mənfi sonsuzluqdan 1-ə, 1-dən müsbət sonsuzluğa. 32-ci suala baxaq. Deməli, y bərabərdir a üstü x, b üstü x və c üstü x funksiyaları verilibdilər. Və biz demişdik ki, baxın burada a olan və b olan artan funksiyalardır. Artan funksiyalarda y-ə yaxın böyükdür. Böyük olur. Böyükdürsə, deməli, y-ə yaxın olan kimdir? A. A kimdən böyükdür? B-dən. Bir də bunlar hər ikisi artandılar deyə A-nın da, B-nin də əsası 1-dən böyük bir ədəddir. Amma C isə azalan funksiyadır deyə 0 ilə 1-in arasında ədəddir. Deməli, ən böyüyü A-dır, sonra B, ən kiçiyi də kim idi? C. Deməli, nə verilibdir? B minus A üstə gəl C minus A çıx C minus B. Bu ifadənin qiymətinin tapılmasını istəyir. Yəni, burada uşaqlar bir misalın içərisində 2 dənə mövzunu birləşdirib. Bunlardan biri moduldur, digəri də üslü funksiyaların qrafikləridir. B deməli A-dan kiçikdir, bura mənfi idi. C də A-dan kiçik idi, deməli bura da mənfi idi. C B-dən də kiçik idi, bura da mənfidir. Bu mənfini göndəririk, içəridə həll edirik. Azalandan çıxılanın yerini dəyişdim. Üstə gəl. Bu mənfi də göndərib içəridə həll eləyək. Çünki qabağındakı işarə plusdur. Ona yəni toxunum, onu pozmayaq. Burada yerini dəyişirəm. A minus C. Bunu da mənfi idi. Bu mənfini göndərək bu bir mənfi ilə toqquşduraq. Toqquşdurdum. Verdi mənə nə? C çıxılsın B. İndi də baxın görək nələr alınırdılar. C-dən C çıxdım, getdi. A üstə gəlsin A eləyir 2A. Mənfi B-nə də mənfi B eləyir mənfi 2B. Deməli, hansı variantda olacaq bu da? B variantı. 33-cü suala baxaq. Deməli, uşaqlar, 33-cü sualda y bərabərdir loqaritma funksiyaya verilibdir. Və biz nə demişdik? Loqaritmanın əsasında duran ədəd 0-dan böyük, 1-dən fərqli olmalı idi. Onsuz da bura 3 veriblər. Yəni, burada bir problem yoxdur. Qalır geriyə loqaritma 6 ifadə. Bu ifadə nədir? X kvadratı çıx 2m plus 4 vur x, üstə gəlsin m kvadratı plus 8. Bu ifadə verilibdir. Təyin oblastı şərtinə görə bura həmişə nə olmalıdır? 0-dan həmişə müsbət böyük, 0-dan həmişə böyük olmalı idi. İndi bizə deyir ki, m-in hansı qiymətində bu bərabərsizlik həmişə, yəni həmişə ödənilər.
Onda uşaqlar bərabərsizliklər mövzusunda bilirdik ki, ax kvadrat üstə gəl bx üstə gəl c böyükdür 0 bərabərsizliyin həmişə ödənməyini istəyiriksə, həmişə heç vaxt söhbətlərdə diskriminantı sıfırdan kiçik götürdük. Diskriminanta baxaq. 2m plus 4-ün kvadratı çıx 4 vur m kvadrat plus 8 kiçikdir 0 verəcəkdik. Açaq 4m kvadratı deməli üstə gəl 16 m üstə gəlsin 16 çıx 4m kvadrat çıx 32 kiçikdir 0. 4m kvadratlar getdi. 16m. 16-dan 32 çıxanda mənfi 16 eləyirdi. Onu da atanda o tərəfə müsbət 16 eləyir. Deməli, m də nədən kiçik eləyirdi? 1-dən kiçiklər. 1-dən kiçiklər də necə yazılır? Mənfi sonsuzluqdan 1-ə. 34-cü suala baxaq. Deməli, 34-cü sualda nə veriliblər? Y bərabərdir 11-in üstündə x plus 11. Və bunun qiymətlər çoxluğuna daxil olan ən kiçik tam ədədin tapılmasını istəyir. Əvvəlcə ayıraq. 11 üstündə x funksiyasının qiymətlər çoxluğu 0 müsbət sonsuzluqdur. Bunları 11 ilə toplayaq. Yəni, bu 11-in bu 11-i daxili yoxdur da belə baxanda. 0-ın üstünə 11 gəlirəm eləyir 11. Sonsuzluğun üstünə 11 gələndə sonsuzluq elədi. Və bunu ödəyən ən kiçik tam qiymət neçəyə bərabərdir? 12-yə. 35-ci sualda nə veriliblər? 2-də 1-in üstündə 2 çıxılsın, 4 vurulsun, sinus 5x. Sinusun qiymətlər oblastı ilə, yəni qiymətlər çoxluğu ilə üslü funksiyanın qiymətlər çoxluğunun birləşməsi lazımdır burada. 2-də 1 yazdım. 2 yazdım, 4 vurulsun. Sinusun tək dərəcədən qiymətlər oblastı nə götürülürdü? Mənfi 1 ilə müsbət 1. 2-də 1-dən işimiz yoxdur. 2-də 1-i olduğu kimi yazaq. Deməli, 2 çıxılsın. 4-ü mənfi 1-ə vururam eləyir mənfi 4. 4-ü 1-ə vururam eləyir 4. Yenə yazaq 2-də 1-in üstündə. İndi baxaq. 2-dən çıxanda mənfi 4-ü qalır geriyə 6. 2-dən çıxanda normal 4-ü o da eləyir mənfi 2. İndi bunun qiymətlərini yüksəldək. 2-də 1-i əvvəlcə gəlin mənfi 2-yə yüksəldək. 2-də 1-in kvadrat eləyir 4-də 1. Bunu da tərsə fırladanda eləyirdi 4. Bu birisinə baxaq. 2-də 1-in üstündə 6-ya baxaq. Bu da nə verəcək bizə? 64-də 1. Deməli, qiymətlər oblastı. Əvvəl kiçik yazılır da. 64-də 1-dən neçəyə bərabər idi? 4-ə qədər. Və bu da bizdən funksiyanın ən böyük qiymətini soruşmuşdu. Deməli, ən böyük qiymətdə neçəyə bərabərdir? 4-ə. 37-yə y bərabərdir 4-ün üstündə 1 minus x funksiyası. Deməli, bunun nəyin soruşur? Bizdən ən kiçik qiymətini. Əvvəlcə baxaq. Kökün içərisində verilən funksiya xətti funksiyadır. Yəni, kx plus b edilir. Belə yazım. Kx plus b-nin normalda qiymətlər oblastı nə götürülürdü? Mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Amma əgər bunu kökün altına qoymuşdularsa, kök altından mənfi çıxa bilmədiyinə görə nə çıxırdı? 0 müsbət sonsuzluq çıxırdı. İndi yazıram. Y bərabərdir 4-ün üstündə. Kx plus b funksiyası var. 0-dan hara? Müsbət sonsuzluğa. 4-ü 0-a yüksəldəndə nə verəcək bizə? 1. 4-ü müsbət sonsuzluğa yüksəldəndə nə verəcəklər? Müsbət sonsuzluq. O bizə nə istəmişdi bunun? Ən kiçik qiyməti. Ən kiçik qiyməti də bərabərdir neçəyə? 1-ə. 38-ci sualdan davam eləyək. Deməli, uşaqlar nə verilibdir? Y bərabərdir 2-nin üstündə x plus 3 minus 4. Bu funksiya verilibdir, üslü funksiya. Bizdən soruşur ki, lazımdır bizə nə? Bu üslü funksiyanın koordinat oxları ilə kəsişmə nöqtələri var. Və bunlar ikinci rübdə bir dənə düzbucaqlı üçbucaq əmələ gətirib. Bizdən də istəyir ki, bu düzbucaqlı üçbucağın sahəsini tapaq. Biz bilirik ki, düzbucaqlı üçbucağın sahəsini tapanda katetləri hasilini yarıya bölmək lazımdır. Yəni, əslində bu məsafə və bu məsafə bilinməlidir. Və yaxud da ki, belə deyək, A-nın koordinatı ilə B-nin koordinatını bilsək, kifayət edir bunların tapılmasına. Əvvəlcə gələk nəyə? A hansı oxla kəsişmədir? A nöqtəsinin koordinatını tapmaqdan ötürü x ilə kəsişmə deməkdir, düzdürmü? X ilə kəsişirsə, y-in yerinə nə yazmaq lazımdır? 0. Y-in yerinə yazıb 0 misalı həll eləyək. 2, x plus 3 çıxılsın 4 yazdıq. Mənfi 4-ü göndərək o tərəfə, eləyir nə? Müsbət 4 bərabərdir 2-nin üstündə x plus 3. 4-ün 2-nin üstündə necə yaza bilərik uşaqlar? 2-nin kvadratıdır da, düzdürmü? Onda bunların əsasları eynidirsə, deməli üstündə duran ədədlər də eyni olmalıdır. X üstə gəl 3 bərabər olmalıdır 2-yə. X da nəyə bərabər olmalılar? Mənfi 1-ə. Yəni, A-nın koordinatını mənfi 1 tapdıq. Sadəcə olaraq uzunluq baxımından götürdüyümüzə görə buranın ölçüsünü 1-ə bərabərləşdirdik. Keçək B nöqtəsinin koordinatının tapılmasına. B nöqtəsinin isə Y oxunun üzərindədir. Yəni, Y ilə kəsişibdir. Y ilə kəsişibdirsə, deməli, bunun apsisinin yerinə 0 yazmaq lazımdır. Yazaq, apsisin yerinə 0, 2. X gördüyümüz yerə 0 yazırıq. Üstə gəl 3, çıx 4 bərabərdir. Qalır geriyə 2-nin kubu, yəni 8, çıxılsın 4.
Bu da nəyə bərabər olacaqdır? 4-ə. Deməli, koordinatları tapdıq. 1, 4. Yəni, formula aparıb yerinə yazmaq lazımdır. 2-də 1 vurulsun, 1 vurulsun 4. Sahə də bərabər olacaq 2-yə. 29-cu suala baxaq uşaqlar. Y bərabərdir. P-nin üstündə x plus 1 qiyməti veriliblər, düzdürmü? Əvvəlcə gəlin bunun qiymətlərini yazaq. X üstündə x plus 1. Bu ifadənin qiyməti uşaqlar modul baxımından da deyirdilər. 2-dən böyük bərabər bir ədəddir. Onda bunu istəyirsiniz rahat olsun deyə bir m ilə işarə eləyək. M ya 2-dən böyükdür rəqəm baxımından, ya da ki, -2-dən kiçikdir. Yaxşımı? Onda yazanda necə yaza bilərəm? Birinci şərtə görə P-nin üstündə, P-nin daha doğrusu üstündə ya 2 müsbət sonsuzluq və yaxud da ki, P-nin üstündə 2-dən -2-dən kiçik ədədlər, mənfi sonsuzluqdan -2-yə. İndi bunu səliqəli formada yazaq. Əvvəlcə bilirsiniz də kiçik yazılır. P-nin üstündə mənfi sonsuzluq. Bütün ədədləri mənfi sonsuzluğa yüksəldəndə nəyə bərabər idilər? Limit baxımından qiyməti nəyə yaxınlaşırdı? 0-a. Pi-nin üstündə mənfi kvadrat. Bunu 1 bölünsün pi-nin kvadratı deyə bilərik də, düzdürmü? Özdə baxın 0-a yaxınlaşırdı, ala bilmirdi. Amma -2-ni almışdı, p də kvadratı ala bilirdilər. Keçək digərinə. Pi-ni kvadratı yüksəldəndə eləyəcək pi kvadratı. Pi-ni sonsuzluğa yüksəldəndə də verəcəklər bizə müsbət sonsuzluq. Deməli, hansı variantda olacaq? Baxın, mənfi sonsuzluq götürmürsünüz. Çünki üslü funksiyanın qiymətləri oblastdır. Heç vaxt mənfi olmaz. 0 pi kvadratı müsbət sonsuzluğa bərabərdir. Keçək 30-cu suala. 30-cu sualda da üslü funksiya verilibdir. Nə şəkildə? 3 üstündə 2 minus x çıx 1/27, üstündə də nə yazılıbdır? -1. Bizdən soruşur ki, bu üslü funksiyanın təyin oblastını tapın. Belə bir qayda var ki, uşaqlar, 0-ın üstündə mənfiyə baxılmır, yəni olmaz. İndi o da sizdən soruşur ki, nə olmaz? Deməli, 3 üstündə 2 minus x çıx 1/27. Əgər bunun qüvvəti -1-ə bərabərdirsə, yəni mənfi ədəddirsə, onda təyin oblast baxımından bu ifadə heç vaxt 0-a bərabər ola bilməz. Onda 2 minus x-i yazırıq. -27-də 1-i ataq o tərəfə. -27-də 1 3 üstündə neçə deməkdir uşaqlar? -3 deməklər də, düzdürmü? 27-də 1 yerinə də birbaşa -3 yazırıq. İndi burada 3-ləri silək getsin, nə qalır geriyə? 2 çıx x fərqlidir nədən? -3-dən. Bu ikisinin yerlərini dəyişək. X keçir bu tərəfə mənfidir, müsbət olur. 2 yerində qaldı, işarəsini dəyişmədi. -3 də keçdi bu tərəfə müsbət olur. Deməli, x nədən fərqli oldu? 5-dən. 5-dən fərqlilik necə yazılır? Mənfi sonsuzluqdan 5-ə, 5-dən müsbət sonsuzluğa şəklində. 31-ci suala baxaq. Uşaqlar, funksiya verilibdir. Bunun tərsə çevrilməsini istəyir sizdən. Gəlin əvvəlcə fx-i işarə eləyək y-lə. Y bərabərdir 3 vurulsun 2 üstü x sıx 5 plus 1. Tərs funksiyaya çevirməkdən ötürü uşaqlar nə etməyə lazım idi? İstəyirsiniz birinci x ilə y-in yerini dəyişin və yaxud da ki, əvəz etməni eləyib sonra dəyişərsiniz. Gəlin əvvəlcə x-i tapaq buradan. Pillə-pillə gedirik. X-i tapılması lazımdır. Yəni, bu tənlik kimi fikirləşsək, burada x-i bizə çıxartmaq lazımdır. X-i çıxartmaqdan ötürü, məsəl üçün, əvvəlcə buranı toxunulmaz bir şey kimi saxlayaq. Müsbət 1 o tərəfə nə cür keçir? Çıxılsın 1. Bərabərdir 3 vurulsun. 2 üstündə x minus 5. İndi gedirik nəyə? 3-ə vurma o tərəfə nə cür keçir? 3-ə bölmə şəklində. Bərabərdir 2-nin üstündə x minus 5. Bu, üstdə dayanan ifadədir, düzdürmü? Üstün tapılmasından ötürü loqaritmaya getmək lazımdır, düzdür? Loqaritmanın əsası neçə idi? Üstünün əsası nədirsə, loqaritmanın əsası odur. Prosta loqaritmanın əsası aşağı sətirdə yazılırdı. Burada da yazıram 3, y minus 1. Bir də qaldı geriyə bu çıxma 5-i də o tərəfə atmaq. Çıxma 5-i göndərək o tərəfə. Loqaritmi 2-dən 3, y minus 5. Bu 5 ora qarışmasın deyə uşaqlar. Funksiyada nədir bu? Mötərizədə vermək lazımdır bu ifadələri. Bir də indi gəldik nəyə? Funksiyanın əvvəli x hərfi ilə başlamır, axı y hərfi ilə başlayır. Tərs funksiya nə idi? X-i y ilə ifadə et, daha sonra da yerlərini dəyiş, əvəz et. Loqaritma 2 əsasdan 3 bura, x minus 1 bura, plus 5. Bu da hansı variantdaydı bizdə? A variantı. 32-ci suala baxaq. Deməli, a üstü x, b üstü x, c üstü x funksiyaları verilibdir. Yəni, 3 dənə üslü funksiya verilibdir və modul formasında ifadələr var. Biz də bilirik ki, modulları qırmaqdan ötürü, yəni modulu içəridən sındırmaq olur. Hansı şərtlə?
işarəni bildikdən sonra, işarəni bilib ondan sonra aça bilirdik. İndi gedək nəyə? Bizə əslində nə lazımdır? Bu üslü funksiyalarda A-lar, B-lər və C-lərin özünün işarəsini bilmək lazım idi. Bir dənə baxaq bura nəyə uşaqlar? A üstü x, bir də B üstü x. Hər ikisi artan formadadılar. Deməli, neçədən böyük ədədlər alacaqdılar? 1-dən böyük. Amma C üstündə x funksiyası azalandır. Azalan olan isə neçə qiymət alırdılar? 0-la 1-in arasında qiymətlər alırdılar. Bir də nəyə baxırıq burada? Diqqət etmək lazımdır. A üstü x üslü funksiyası y oxuna daha yaxındır. Y-ə yaxın olan uzaq olandan daha böyükdür. Deməli, A B-dən böyükdür. C-də isə 0-la 1-in arasında idi. C demişdi ki, hətta bunların içərilərində ən kiçiyi idi. Deməli, A B-dən böyükdür. Niyə? Y oxuna daha yaxın olduğuna görə, hər ikisi artan olmalarına baxmayaraq. C funksiyası isə azalan idi. 0-la 1-in arasında yerləşdirmişdik. Gedək nəyə? İndi bunların deməli qiymətlərinin, modulların qaldırılması, yəni qiymətlərinin tapılmasına. Yazılıbdır modulda B çıxılsın A, üstəgəl modulda C çıxılsın A, çıxılsın modulda C çıxılsın B. Bu ifadənin qiymətini tapmaq lazımdır. B A-dan kiçikdir, mənfidir. C A-dan kiçikdir, mənfidir. C B-dən kiçikdir, mənfidir. Bu iki dənə bu mənfini məsəl üçün içəriyə göndərməklə həll eləyək. Azalandan çıxılanın yerini dəyişdim. Üstəgəl bu mənfini də içəriyə göndərməklə həll eləyək. A çıxılsın C. Bu mənfini isə bu bir mənfi ilə toqquşduraraq həll eləyək. Çünki qabağında mənfi varsa, 2 dəfə işarənin yerlərini dəyişməkdənsə elə birbaşa mənfini mənfi ilə toqquşduraraq gedərlər. Baxaq, C C-ni aparır burada. Nə qalır geriyə? A üstəgəl A eləyir 2A. Bir də ki, mənfi B, bu da bərabər olurlar mənfi 2B-yə. Yəni 2A çıxılsın, 2B-yə bərabər olacaq. 39-cu suala uşaqlar funksiya verilibdir, üstülü şəkildədir. 3-ün üstündə 6x çıx x kvadratı çıx 7-dir. Daha səliqəli yazaq. 3-ün üstündə mənfi x kvadrat plus 6x minus 7. Və bu formada ifadə verilibdir. Bizdən soruşur ki, bu funksiyanın ən böyük qiymətini tapın. Ümumiyyətlə, üslü funksiya artandır, əsası 3-dür. Deməli, əslində, yuxarıdan ən böyük qiymətini tapıb yerinə yazmaq kifayət edir. 6x çıxılsın 7. Bərabərləşdirək. Bunun ən böyük qiymətinin tapılmasından ötürü bir neçə yollar keçmişdik, yadınıza gəlirsə. Bunlardan bir yolu nə idi? Əgər baxın uşaqlar, bu hissə, yəni bura mənfi olmasaydı, müsbət olsaydı nə edəcəkdik? Mənfi 7-ni götürürdük, yəni sərbəst ədədi götürürdük. Çıxacaqdıq. Ortadakı ədədin, yəni B-nin deyək və yaxud da ki, çevrilmiş kvadrat tənlikdirsə P. P-nin yarısının kvadratı. P-nin yarısı 6-nın yarısı eləyir 3, kvadrat eləyir 9. Çıxacaqdım, verəcək mənə mənfi 16. Və buranın müsbət olduğunu fərz eləmişdim də, bildiniz necə? X-in kvadratı müsbət idisə, bu ifadənin ən kiçik qiyməti buna bərabər idi. Yox, əgər indi burada gördüyünüz kimi X-in kvadratı mənfidirsə, həmin o mənfi 7 ilə bu 6-nın yarısının kvadratını toplamaq lazım idi. Verəcəkdi bizə 2. Keçək başqa bir yola. Digər bir yolu da necə idi? Yenə x kvadratı 6x çıxılsın 7. Bu formada ifadəni yazırdıq. Bizə lazım idi m-in tapılması. M nəyə bərabər idi? Mənfi b bölünsün 2a deyirdik, düzdürmü? Mənfini burada da verə bilərsiniz, burada da fərqi yoxdur. Mənfi b-nin qiyməti neçədir? 6 bölünsün mənfi 2a. A-sının da qiyməti neçəyə bərabərdir? 1. M-in qiymətini neçə tapdıq? 3. Aparıb funksiyada x gördüyümüz bütün yerlərə 3 yazaq. Çıxılsın 3 kvadratı üstə gəl, 6 vurulsun 3, çıxılsın 7. Nəyə bərabər olacaq? 3-ü kvadratı yüksəldən də 9 eləyir. Burada diqqət edin uşaqlar. Əgər mötərizə olsaydı, kvadrat bu mənfini müsbətləşdirərdi. Sadəcə mötərizə yoxdur. Ona görə kvadrat ancaq 9-a təsir eləyir. 9-u eləyir, deməli mənfi 9. 3-ü kvadratı yüksəldirəm 9, mənfisini yazıram. Çıx 7, 6-nı da 3-ə vuranda neçə eləyəcəkdir? Üstə gəlsin 18. 9 ilə 7 verir mənə mənfi 16. O mənfi 16-nın da üstünə 18 gələndə verəcək bizə neçə? Neçə bərabər olacaqlar? 2-yə. Baxın, burada da 2 aldıq, burada da 2 aldıq. Yəni, hansı yol sizə rahat gedirsə, elə gedə bilərsiniz. Və yaxud da ki, BG-nin əkgenin formulu yadınıza gəlir necə idi? M bərabər idi. Diskriminant bölünsün mənfi 4-a. Həmin formulada tapa bilərsiniz. Yəni, ən azı 3 yolun var ki, sizə verdim. Hansı rahat gedirsə, o formada tapa bilərsiniz. İndi gedək nəyə? Bunlar başlı-başına durmamışdı, axı sırf kvadratik funksiyanın özündən ibarət deyildi. Bu ifadə üstündə dayanmışdı. Kimin? 3-ün. 3-ün üstündə dayanmışdı. Ən böyük qiymətini neçəyə tapdıq biz deməli? Kvadrat. 3-ün kvadrat da bərabərdir neçəyə? 9-a. Deməli, 39-un cavabı 9 olacaq. 41-ci suala baxaq. Deməli, üstü funksiyamız verilibdir. 2-nin üstündə x,
Ardınca da nə gəlibdir? M kvadratı çıxılsın 8M plus 19. Gələk bu asimptota söhbətlərinə. Asimptotalarda nədir uşaqlar? Y bərabərdir 2 üstü x funksiyasını götürürük. Bunun təyin oblasti bilirsiniz ki, mənfi sonsuzluqdan müsbət sonsuzluğa idi. Yəni 2-ni bütün dərəcələrdən qüvvətə yüksəldə bilərik. Sadəcə bəs çıxan cavablar nəyə bərabər olacaqdılar? 0 müsbət sonsuzluq. 0 burada fikir verin, mötərizəsi yumru formada verilir. Yəni 0-a yaxınlaşır, amma 0-a bərabər olmur. Yaxşı mı? Yəni burada 2 üstü x yanında üstə gəlsin 0 kimi də yaza bilərdiniz. Yəni burada onda bunun asimptotası y bərabərdir 0-dır. Yəni 0-a yaxınlaşır, amma 0-a bərabər olmayacaqdır. Yanında çünki 2 üstü x-in bu dəfə yanında heç nə götürməmişdik. İndi deyir ki, bu asimptota 0 deyil, 0-dan 4 vahid yuxarı qalxan ədəddir. Onda bu hissənin qiymətini görürsünüz. Yəni 0-ın yanına nə gəliblər? M kvadratı çıxılsın 8M plus 19 gəliblər. Onda bu ifadə nəyə yaxınlaşır, amma nəyə ala bilmir söhbəti gedir. M kvadrat çıx 8M. Müsbət 4 atıram bu tərəfə nə verir? Mənə mənfi 4. 19-dan 4 çıxıram nəyə bərabər olur? 15. İndi Viet teoreminə görə toplayanda 8, vuranda 15 eləyən ədədlər hansılardır? Biri 3-dür, biri də 5-dir. O da bizdən M-in böyük qiymətini soruşmuşdu. Böyük qiyməti 5-ə bərabər olacaq. Onda qısa yol kimi, əgər üslü funksiya verilibdirsə, asimptotası göstərilirsə, üslünü silirsiniz, geridə qalan funksiyanı həmin o ədədə bərabərləşdirirsiniz, gedir. Alınlıqda, yəni xətti funksiyadırsa xətti tənlik alınacaq, kvadratik formadadırsa da kvadratik tənlik kimi həll edirik. Keçək 42-ci suala. 42-ci sualda hər birini ayrı-ayrıda götürək həll edək. Yazırıq y bərabərdir 9 üstündə x plus 5-in kvadratı plus neçə? 2. Əvvəlcə gəlin nəyə baxaq biz bunlarda? Variantlarda baxın görün nələr var, nələr soruşulublar. Y, y, yəni qiymətlər çoxluğu və yaxud da ki, qiymətlər çoxluğuna uyğunlanaraq ən böyük qiymət, ən kiçik qiymət. Yəni x-in tapılmasına ehtiyac yoxdur. İndi birincini həll edək. Bu ifadədə baxın uşaqlar, x çıxılsın m-in kvadratı üstəgəl n şəklindədir, düzdürmü? Kənarda duran ifadə bizim əbq və ya əkg'miz göstərir. İndi baxırıq burada. Bu mötərizənin solunda, yəni kvadratik funksiyanın əvvəlində A-sının burada A durmalıydı da, düzdürmü? Yazılmayanlar neçədir? 1, yəni müsbət 1-dir. Onda bu 2, bu ifadənin nə idi? Ən kiçik qiyməti. Burada yazıram 9-un üstündə ən kiçik qiyməti 2, müsbət sonsuzluq. Gedək indi bunu yüksəldək. 9-u kvadrata yüksəldirəm, eləyir 81. 9-u sonsuzluğa yüksəldirəm, müsbət sonsuzluq. İşdi birdən variantları uyğun formada götürək də. Yəni qiymətlər çoxluğu nə olacaq? Y nəyə bərabər olacaq? 81 sonsuzluğa. Ən kiçik qiymətini soruşsa, ən kiçik qiymətini 81 yazırıq. Keçək ikincisinə. Y bərabərdir. 4-ü sonrasına yazaq daha asan görsənsin. Mənfi x minus 2-nin kvadratı. 4-ün sadəcə olaraq uşaqlar yerini dəyişib səliqəli formada kənarda yazmaq istəyirik. İndi baxaq bura. Burada uşaqlar funksiyanın qabağında mənfi işarəsi var. Yəni bir növ parabola kimi təsəvvür eləsəz, bu parabola dağdır. Bu birisi isə dərə formasındaydılar. Yəni bunun dibi var idi, ən kiçik qiyməti var idi. Bunun isə pik qiyməti, yəni ən böyük qiyməti var. Onu da yazıram 3-ün üstündə. Ən böyük qiyməti də neçəyə bərabərdir? Müsbət 4-ə. Bəs sol tərəfdən nəyə bərabər olurlar? Mənfi sonsuzluğa. İndi yüksəldək. 3-ü mənfi sonsuzluğa yüksəldəcəyik. Bərabər olacaq nəyə uşaqlar? 3-ü mənfi sonsuzluğa yüksəltdikdə 0-a doğru kiçilir. Fikir verin bir dənə. 3 üstündə mənfi 1 nə eləyir? 3-də 1, 9-da 1, 81-də 1, 243-də 1, 729-da 1. Kiçilir. Asimptota formasında deyək və yaxud da ki, limit şəklində. Nəyə yaxınlaşır? 0. Amma 0 ala bilirmi? Yox, ala bilmir. İndi keçək nəyə? 3-ü 4-ə yüksəldək, bərabərdir 81. Mötərizəsini bağladıq. Və bu variantla bağlı deyə bilərik ki, məsəl üçün 81 yuxarıda da var idi. Amma 81 onun ən kiçik qiyməti idi. Bu misalda isə 81 ən böyük qiymət olur. Keçək üçüncüsünə. Üçüncü də ilə ikinciyə oxşar formadadır. Yazıram y bərabərdir 2-nin üstündə. Əvvəlcə x-i yazaq. X plus 3-ün kvadratı üstə gəlsin nə 6. Bax, uşaqlar hərdən çaşırırlar. 6-nın qabağına mənfi qoyurlar. 6-nın işarəsi qabağındadır, yazılmayıbdır. Müsbət 6-dır. Bu mənfi işarəsi x plus 3-ün ifadəsinin qiymətidirlər. İndi baxaq deməli, qiymət olaraq nəyə bərabər oldular? Yenə baxın yuxarıdakı şəkildə. Parabolanın qolları aşağıda. Niyə? Çünki A-sı mənfi 1-ə bərabərdir. Onda 6 bunun nə idi? Ən böyük qiyməti. 6-nı alır. Və sol tərəfdən isə qeyri-məhduddur, mənfi sonsuzluqdur. İndi gəlin bunu tapaq. 2-ni mənfi sonsuzluğa yüksəldəndə nə verəcək bizə? 0-a doğru yaxınlaşacaq, amma almayacaq. 2-ni 6-ya yüksəldəndə nə verəcək?
64. Və bu funksiyanın da nəyi var idi? Ən böyük qiyməti. Neçəyə bərabərdir? 64-ə. İndi bir-bir variantlara baxaq. 0,64. 0,64 üçüncüdə idi. A variantı 3-ə. KG-si 81-dir. B variantı. Bunu almışdıq 1-də. Qiymətlər oblasti 0,81-dir. 2-də almışdıq. Variantı nə idi bunun? C. D variantı EBG-si 81-dir. Bunu da almışdıq 2-də. Bir də qaldı geriyə 81 müsbət sonsuzluq. Bunu da almışdıq 1-də Y variantı. Yəni variantlardan heç biri boşa çıxmadı. 1-də BY, 2-də CD, 3-də də A oldu. 43-cü sual uşaqlar blok səviyyəli sualdır. Niyə? Çünki birincisi asandır, ikinci, üçüncüsü də biraz çətinlik nisbətən var. Yazırıq funksiyanı. Birincisi y bərabərdir 2-nin üstündə x idi. Əvvəlcə bunun təyin oblastını yazaq. Təyin oblastını D ilə işarə edirik. Təyin oblastı x-in ala biləcəyi qiymətlərdir. X hər şeyi ala bilir. Mənfi sonsuzluq, müsbət sonsuzluq. Keçək y-ə. Yəni qiymətlər çoxluğuna. 2-nin üstünə mənfi sonsuzluq, müsbət sonsuzluq yazanda qiymətlər oblastı nə verirdi bizə? 0 müsbət sonsuzluq. Bildik mi necə? 2 üstündə mənfi sonsuzluq, müsbət sonsuzluq yazdırıq. 2-ni mənfi sonsuzluğa yüksəltdikdə limit baxımından 0-a doğru yaxınlaşır, amma 0-a bərabər olmurdular. Alırdı bu qiyməti. Keçirik ikinci suala. İkinci sualda y bərabərdir 2-nin üstündə kök altında x funksiyası verilibdir. Təyin oblastı baxımından x-in ala biləcəyi qiymətlər demişdik də, düzdürmü? Təyin oblastını necə tapa bilərik? Təyin oblastı, yəni içəridə üstdə verilən funksiya kök altında x-dir. Kök altında x-də da belə bir əlaqə var ki, kökün altına girən ifadə mütləq sıfırdan ciddi şəkildə böyük bərabər olmalıdır. Onda bunun təyin oblastına nə yazırıq uşaqlar? D-si 0 müsbət sonsuzluqdur. 0 ala bilir. Keçək qiymətlər oblastına. İndi bunu aparıb y-in üstündə yazaq. 2-nin daha doğrusu. 2-nin üstündə 0 müsbət sonsuzluq yazdıqda qiymət olaraq o bizə nə verəcək? Y baxımından. 2-ni 0-a yüksəldəndə neçə eləyəcəkdir? 1. Mötərizəni bağlayıb biz də mötərizəni bağladıq. 2-ni sonsuzluğa yüksəldəndə nə verirdi? Sonsuzluq. Və keçək axırıncısına, üçüncüsünə. Y bərabərdir 2-nin üstündə LCX. LCX da kök altı x-ə oxşuyur təyin oblast baxımından. Burada problem nədir? LCX-da loqaritma altında dayanan ifadə sıfırdan ciddi şəkildə böyük olmalıdır. Kökün altında sıfıra bərabər götürürdü, amma LC ya da ki, loqaritmanın digər funksiyaları sıfırı götürmürlər. Onda təyin oblastına nə yazırıq? 0 yumru mötərizə ilə müsbət sonsuzluq. Keçək qiymətlər oblastına. İndi gedək yazırıq y bərabərdir. Burada x-in yerinə yazmağımıza ehtiyac yoxdur. Əslində LCX sizə qiymətlərini deyir. Loqaritmanın qiymətlər çoxluğu nə götürülmüşdük uşaqlar? Mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Yerə yuxarıdakı qayda ilə 2-ni mənfi sonsuzluğa yüksəldəndə 0 verir, müsbət sonsuzluğa yüksəldəndə də müsbət verirlər. İndi variantları yoğunlaşdıraq. Təyin oblastı plus minus sonsuzluqdur deyirdi. Hansında idi? Birincidə A variantı. Təyin oblastı 0 daxil olmaqla sonsuzluqdur. Məsəl üçün 0 daxil olmaqla, baxın, ikisi də oxşuyurlar bir-birlərinə görüş olaraq, hər ikisinin təyin oblastı eynidir. Amma daxil olmaqla dediyinə görə ikincini götürürük. B variantı ikincidədir. Yumru mötərizə qoyubdur. 0-ı daxil olmamaqla götürüblər. Burada C variantı üçüncüdə çıxmışdı. Keçək qiymətlər çoxluğu 0 müsbət sonsuzluqda çıxan. Qiymətlər çoxluğu 0 sonsuzluq çıxıbdı. Həm A-da, həm Y-də çıxıbdı. Sadəcə olaraq 0-ı bağlamayıbdılar. Yəni 0 daxil deyildi onlarda. Amma buradakı 0 daxildir deyə D variantı boşa çıxır. Qalır geriyə Y variantı. Qiymətlər çoxluğu 1 sonsuzluqdur. 1 müsbət sonsuzluqdur da ikincidə çıxmışdı. Deməli 1-ə A, 2-yə B, Y, 3-ə də C uyğun gələcək. 44-cü suala baxaq. 44-cü sualda deməli y bərabərdir 2a çıxılsın altının üstündə x funksiyası verilibdir və bizə deyir ki, bu funksiyanın artan olmasını istəyir. Ümumiyyətlə, üslü funksiya olduğuna görə ağlımıza gəlir ki, təyin oblastı, yəni əsasda duran ifadəni nə götürmək lazım idi? Sıfırdan böyük götürmək lazım idi. Başqa nə götürmək lazım idi? Birdən fərqlidir götürmək lazım idilər, düzdürmü? Amma bunlara getməyə ehtiyac yoxdur. Niyə? Çünki bu sənin bunlar artan olmasını tələb edir. Artan olmağını istəyirsə, 2a çıxı 6 birdən böyük ədəd olmalı idilər, düzdürmü?
düzdürmü? Yəni sıfırdan böyükdür yazmağımıza ehtiyacı yoxdur. Çünki birdən böyüklük həm bunu ödəyir, həm də bunu ödəyirlər. Gedək bunu həll eləyək. 2a böyükdür. -6-nı atıram o tərəfə 6 + 1. 2a böyükdür 7. 7-ni də 2-yə bölürəm. Neçə eləyirlər? 3,5. A-nın hansı qiymətində indi sizdən nəyi soruşur? Deməli A-nı burada neçə tapdıq? 3,5-dən böyük olduğunu tapdıq. Keçək indi bu biri funksiya. Y bərabərdir a kvadratı çıx 7a + 13. Bu üslü funksiyası verilibdir və bunun isə bizdən azalan olmasını istəyir. Azalan olmağını istəyirdisə, a kvadrat çıx 7a + 13 0 ilə 1-in arasında qiymətlər almalıdır. Yəni 0-dan böyük, 1-dən kiçik olmalıdır. Gəlin indi bu bərabərsizliyin hər birini həll eləyək. Keçək bura. A kvadratı çıxılsın 7a + 13. 7a + 13. Kiçikdir 1-i verək. Kiçikdir 1-i atırıq bu tərəfə. A kvadrat çıx 7a. 13-dən 1 çıxanda nə eləyirdilər? 12. Köklərini tapırıq. Y-ə görə toplayanda 7. Vuranda 12 eləyən ədədlər hansılardılar uşaqlar? 3 ilə 4-dür. Ziqzaq qaydasına görə bura müsbətdir. Bura mənfidir. Burada müsbətdir. Yəni intervallar üsulu ilə qiymətini tapdıq. Bura müsbət sonsuzluq idi. Bizə nə lazım idi? Sıfırdan kiçik olduğu yerlər. Sıfırdan kiçik olduğu yerlər haradır? 3, 4. Biz hələ yuxarıya qarışdırmayaq bunu. Çünki bu misal 2 qat bərabərsizlik idi aşağıdakı. İndi gedək aşağıdakı bərabərsizliyi həll eləyək. Bu tərəfdə lap yazaq. A kvadrat çıx 7a + 13. Sıfırdan nə olmalı idi? Böyük olmalıydılar. Sıfırdan böyükdürsə, toplayanda 7 vuranda 13 eləyən ədədləri tapa bilməyəcəyik uşaqlar. Bir dənə diskriminantına baxaq bunu uşaqlar. Diskriminantı nəyə bərabərdir? 49 çıxılsın, 4 vurulsun AC. Yəni 49 çıxılsın 52. Nəyə bərabərdir? -3-ə. Buranı silək. Diskriminant nəyə bərabər çıxdı uşaqlar? -3-ə. Onda buna belə deyək də, parabolanın qolları da yuxarıdır. Üstə gəl də diskriminantı mənfi olduğuna görə kökləri yoxdur. Onda bu formada yerləşəcək də parabola, düzdürmü? Fərqi yoxdur, yəni digər rüblərdə və s. də verə bilərsiniz. Yəni ya birinci ya da ikinci rüblədir. Əsas məqsəd nədir uşaqlar? Kökü yoxdursa, onda x oxuyla nə kəsişir, nə də toxunur. Onda buna qrafikaya Lori dildə nə deyirdik? Havada yerləşirdi. Onda sizdən soruşursa ki, bu parabola, yəni funksiya sıfırdan böyük olsun, siz də deyirsiniz ki, sıfırdan böyük olmağına görə narahat olma. X-a nə verirsinizsə verək, yəni x mənfi sonsuzluq, müsbət sonsuzluq arasında yerləşdirdikdə belə y həmişə sıfırdan böyük çıxacaq. İndi baxın uşaqlar, bu bərabərsizliyin cavabı nə çıxdı? Plus minus sonsuzluq. Bu bərabərsizliyin cavabı nə çıxdı? 3, 4. 2 qat bərabərsizliklər yadınıza gəlir də, verilən iki cavabın kəsişməsi idi. 3 ilə 4-ü kəsişdirirəm müsbət sonsuzluğa ilə. Plus minus sonsuzluqlar ilə daha doğrusu. Yenə cavab nə olacaq? 3, 4. İndi gedək bunu yaddaşa verdik 3, 4. A bayaqları nə demişdi sizə? A demişdi ki 3,5-dən böyük olsun. Uşaqlar, bu deyir ki 3,5-dən böyük olsun. Bu da deyir ki 3 ilə 4 arasında olsun. Baxın bir dənə yazaq. Bu deyir ki 3,5-dən böyük olsun. Bu birisi isə deyir ki sizə 3 ilə 4 arasında olsun. İstəyirsiniz ştrixləmə qaydası ilə də çəkə bilərik və yaxud da ki yəni xəyali olaraq da təsəvvür edə bilirsiniz də. Deməli A 3,5-dən böyükdür. 3,5-dən böyük olsa bunun dediyi də olmuş olacaq da, 3-dən də böyük olmuş olacaq. Amma nədən kiçik olmalıdırlar? 4-dən kiçik olmalıdırlar. İndi misal bizdən nəyi soruşmuşdu? A parametrinin hansı qiymətində deməli bu funksiya, üslü funksiyası artan idi və o qiymətlərdən hansında bu bir funksiya azalana olardı. Onda cavab olaraq 3,5 ilə 4 götürürük. Yəni interval şəklində götürürük. 47-ci suala baxaq. Uşaqlar, üslü funksiya qrafiki verilibdir. Üstə gəldə qrafikdən də görürük ki, bu artan funksiyadır. İndi o bizə deyir ki, daha səliqəli formada yazaq. Deməli, -a kvadratı üstə gəl 8a çıxılsın 11. Bu formada üslü funksiyadır. Y bərabərdir. Deməli, bunun üstünə nə yazılmışdı? X-dir. Və deyir ki, A-nın bu qrafikə əsasən bunun A-nın ala biləcəyi tam qiymətlərin cəmini tapın. Bu qrafikdən biz nə görürük? Bu funksiya artandır. Artandırsa, deməli əsası neçədən böyükdür? 1-dən böyükdür, düzdürmü? Yazırıq -a kvadratı müsbət 8a. Müsbət 1 də bu tərəfə keçir, eləyir -1. Burada da bir də -11 vardır. Elədi bizə -12. Böyükdür 0. Bərabərsizliyin bütün elementlərini mənfiyə vuraq. İşarəni dəyişmək şərti ilə. Üstə gəlsin 12.
kiçikdir 0. İntervallar qaydasına görə, əvvəlcə viyyətə görə deyək. Toplayanda 8 vuranda 12 neçə eləyirdi? 2, 6. Buranın işarəsi müsbətdir deyə sağı müsbətlə başlaya bilərik. Plus minus plus. Bizə nələr lazım idi? 0-dan kiçiyə düşdüyü yerlər. 2 ilə 6-nın arasında, yəni nə 2 götürülür, nə 6. Deməli, bunlar 3-dür, 4-dür, bir də 5-dir. Və bunu ödəyən